hansı əməllərdir ki, səbəb olar insanın tərəzisinin o yaxşılıq gözü ağır gəlsin. Hər bir insan istəyər ki, o tərəzidə adətən biz indi məcazi mənada deyirik, iki göz olur da. Allah yaxşılıqları bir gözə, pislikləri, günahları bir gözə. Hansı ağır gəldi? Qurani-Kərim buyurur: "Fəmən səqulət məvazinu." Hər kəsin o tərəzisinin yaxşılıq gözü ağır gəlsə, fəulaikə muflihun. O axirətdə xoşbəxt insanların cərgəsində olacaq. Və mən xəffət məvazinu. Hər kəsin tərəzisi yüngül gəldi, fəulaikəllezine xəsiru anfusahum. Onlar özlərinə ziyan vurmuş insanlar olacaqlar. Yəni insanın uğur qazanıb ziyana düşməsi orada bilinəcək. Tərəzinin iki gözündə bilinəcək. Əgər yaxşılıqların gözü ağır gəlsə, Allah buyurur o xoşbəxt insan olacaq. Neyniyək ki, bizim qiyamətin günündə yaxşılıq, tərəzinin yaxşılıq gözü ağır gəlsin. Hədislərdə eləcə də Qurani-Kərimin ayələrində o tərəzinin yaxşılıq gözünü ağırlaşdıran əməllər sadalanıb. Ki, məsələn, bu əməllər insanın tərəzisini ağır gətirər. O əməllərdən biri zikirdir, kəlmə-i şəhadət. Allahın Allahlığına, təkliyinə, bir də Peyğəmbərin nübüvvətinə şəhadət vermək. Hər kəs ki deyir, əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən Rəsulullah, bu insanın tərəzisini ağırlaşdırar. Ümumiyyətlə, insanın özünün çəkisi bağlıdır əmələ. O insan çəkili, səviyyəli insandır ki, əməli çoxdur, əməli gözəldir. Həm çoxdur, həm də gözəldir. O insanın qiymətin, qədrin qaldırar. Amma o əməlin çəkisinin özünü qaldıran da kəlmə-i şəhadətdir, yəni imandır. Allaha və Peyğəmbərin peyğəmbərliyinə etiqaddır. Hər kəsdə bu varsa, inanc, bu iman onun əməllərini ağırlaşdırar. İnsan əməl eləyir, bir dənə yaxşılıq eləyir. Kiməsə və yaxud da elə cəmiyyətə, bütün insanlara bu yaxşılıq eləmək qəbul olur Allah dərgahında bir şərtlə. Əgər bunun Allaha imanı varsa, Peyğəmbərə imanı varsa, əgər Allah və Peyğəmbərə iman var, bunun əməli Allah dərgahında qəbul olunur. Artıq bunun əməlinə çəki verildi, səviyyə verildi və həmin əməldə insanın çəkisini yüksəltdi. Qurani-Kərimdə ayə var ki, kafirlərin əməlləri qəbul deyir. Kəhf surəsi 105-ci ayə. O insanlar ki, Allaha, Peyğəmbərə inanmırlar, ulaikəllezine kəfəru bi ayati rabbihim. O insanlar ki, Allahın ayələrinə inanmırlar, kafirdirlər və liqaihi, Allahla görüşə, yəni qiyamət gününə inanmırlar, fəhabitət a'maluhum. Onların bütün yaxşı əməlləri batildir. Onların bütün yaxşı əməlləri batildir. Fəla nuqimu ləhum yevməl qiyaməti vəzna. Onlar üçün heç tərəzi də qoyulmayacaq. Onlar üçün heç tərəzi də qoyulmayacaq. Qiyamətin günü gələndə Allah insanın cisminin səviyyəsinə yox, ruhunun çəkisinə baxacaq. Bəzi insanlar var ki, bu dünyada cisminin görkəminə görə hörmət qazanıblar. Cəmaət buna 250 salam verir, cəmaət bunu görəndə təzim eləyir. Nə var ki, məsələn, bu zahirdə görkəmi bu cürdür. Bunun barmağında yaxşı bahalı üzüyü var, boynunda yaxşı bahalı sef var, kostyumu yaxşı bahalıdır, miniyi yaxşı bahalıdır. Buna görə zahiri çəkiyə görə insanlar hörmət qoyurlar. Amma Allah qiyamətin günündə o insanlara hörmət qoyacaq ki, onun ruhunun çəkisi ağır olacaq. Həzrət Peyğəmbər buyurur ki, qiyamətin günündə halal haram tanımayan, haramdan kökələn bir insanı gətirəcəklər. Və Allah yanında həmin bu insanın Peyğəmbər buyurur ki, milçəyin qanadı qədər də qiyməti yoxdur. Həmin bu insan ki, halal haram tanımayıb, din tanımayıb, zalim olub, yetim malı yeyib, amma zahirdə görkəmi, çəkisi çox yuxarı olub və nəticədə də insanlar bunu çox möhtərəm insan görüblər, qiyamətin günündə bunun milçək qanadı qədər də qiyməti yoxdur. Məlum olur ki, Allah ruha baxacaq, cismə yox. Və kafir olan şəxs də həmçinin. Başqa bir ayədə Allah Teala buyurur ki, ya Peyğəmbər və izə rəəytəhum tu'cibukə əcsamuhum. Sən o münafiq, zalim, kafir insanlar ki var, onları görəndə onların cismi, cüssəsi səni təəccübə gətirir. Sən baxırsan, onların o görkəmin, o cüssəsini görəndə təəccüblənirsən. Və in yəqulu təsmə' li qavlihim. Onlar danışırlar, ya Peyğəmbər, sən onların danışığına qulaq as. İnsan dilinin altında gizlənib.
Elə ki baxdın bunlara, zahirdə ilk baxışdan görürsən ki, bu deyəsən möhtəşəm adama oxşuyur. Amma elə ki baxdın, belə gördün bunları, buyurur kəənnəhum xuşubun musənnədə. Sonra görəcəksən ki, bunlar divara söykənmiş quru çubuq kimidir. Quran ayəsidir ya, Münafiqun surəsi 14-cü ayə. Sənin nəzərində bunların qiyməti əvvəl çox yuxarı idi. Amma bunlarla danışdıranda, bunlarla bir ünsiyyət quranda baxıb görürsən bunun qiyməti elə çubuq qədərdir. O divara söykənmiş çubuğun nə qiyməti var axı? Qiyməti olsaydı onu aparıb qoyardılar servantın yuxarı başına da, spiri belə spirgə kimi qoymazdılar. Məsələn, zibilliyə. Buyurur bu insanlar belə insanlardır. Amma səni əvvəl baxışda bunlar təəccübə gətirib. İman olmasa, etiqad olmasa Allaha, insanın təsdiqi olmasa Allaha, buyurur ki, o insanın qiyməti olmaz. İmam-ı Səccad ağanın gözəl bir münacatı var Allaha. Buyurur ki, ma tabətid dünya illa bi zikrik. İlahi Pərverdigara, dünya ancaq sənin zikrünlə qiymətli olur. Və ma tabətil axirətu illa bi əffik. Axirət ancaq sənin əffinlə gözəl olur. Nemətlər sənin bağışlamağınla gözəl olur. Buyurur, insanın ömrünün günləri sənə itaətlə xoş olur. İnsanın qəlbi sənə olan məhəbbətlə pak olur. Yəni Allah, sən hansı qəlbidə, hansı gündə, hansı ömürdə varsansa, buyurur, o ömür, o gün, o dəqiqə insan üçün çox qiymətlidir. Hansı qəlbidə varsansa ilahi, o qəlb qiymətlidir. Sən olmayan qəlb qiymətsizdir. Qəlbin qiyməti ondadır ki, ora Allah məhəbbəti hakim ola. Varsa, buyurur, o insanın özü və sözü, eləcə də qəlbi qiymətlidir. İbrahim surəsinin 18-ci ayəsində kafirlərin əməllərini Allah görür nəyə bənzədir? Külə. Buyurur, məsəlullezine kəfəru bi rabbihim, Pərverdigarına kafir olan insanların misalı kəramadin. Ramad külə deyirlər. Bir şey yanıb, kül olub. O kül, buyurur ki, kafirlərin əməlləri o kül misalındadır. İştəddət bihir rih fi yevmin asif. Tufanlı bir gündə külək onun üzərindən əsir. Onu neynir? Dağıdır. Buyurur, kafirlərin əməlləri bənzəyir o üzərinə külək əsən külə. Təfsir ustadları deyirlər, niyə görə torpağa bənzətmədi Allah? Torpağa da bənzədir bilərdi də. Torpağın üzərindən də külək əsəndə nə olur? Torpağı dağıdır, tozu dağıdır. Niyə torpağa yox, külə bənzətdi Allah? Buyurur, ona görə ki, torpaqda toxum inkişaf eləyər. Amma toxumu atsın, külə inkişaf eləməz. Ona görə külə bənzədir. Buyurur, niyə görə küləyin çox müsbət tərəfləri də var axı. Külək olmasa ağaclarda tozlanma olmaz. Buyurur ki, külək o torpağa əsəndə nə olur? Tozlanma yaradır və nəticədə ağaclar mayalanır, bar verir, meyvə verir. Torpağa oxşatmır, külə oxşadır. Ona görə ki, külü Allah nə qədər də külək onun üzərinə Allah əsdirsə küləyi, o kül ancaq dağılacaq. Heç nə bar verməyəcək, heç nə bir nəticə verməyəcək. Onun mənfi təsirindən başqa müsbət təsiri olmayacaq. Ona görə də kafirlərin, zalimlərin nə qədər yaxşı əməli var, buyurur, o bənzəyir üzərinə külək asan külə. Ki onun heç bir faydası olmaz. Hətta külək ki torpaqda bu cür təsir qoyur, bu küldə onu dağıtmaqdan başqa heç bir təsir qoymaz. Ona görə də Allah buyurur ki, qiyamətin günündə Allah insanın əməllərini gətirər, qoyar tərəzinin gözünə. O əməlləri ağır eləyən bir dənə inanc olar. Bu adamın imanı varsa Allaha, kafir deyil, zalim deyil, münafiq deyil, mömin insandır. Onun möminçiliyi onun əməllərini ağırlaşdıracaq. Amma elə də adamlar var ki, onlar üçün Qurani Kərim buyurdu ki, kafirlərdir, zalimlardır, onlar üçün tərəzi qoyulmayacaq. Fəla nuqima, Həzrət Əli əleyhissalam da buyurur. İmam-ı Səccad ağa da buyurur. Buyurur, belə insanlar üçün tərəzi qoyulmayacaq. Niyə? Çünki onların tərəzinin gözünə qoyulacaq bir əməli yoxdur. Bunu bir dəfə danışmışam, bir nəfər ölür, yuxuda görürlər bunu. Deyir, vəziyyət necədir? Deyir, siz orada deyirdiniz ki, Sirat körpüsü olacaq, tərəzi qoyulacaq. Yalandır. Deyir, necə yəni yalandır bu? Allah buyurur baxı. Deyir, yox, yalandır da mən heç birini görmədim. Deyir, niyə görmədin? Deyir, elə ölən kimi gətdilər, atdılar mənə cəhənnəmin bir güşəsini. Bunun daha bir yaxşı əməli olmayıb, baxı tərəziyə qoyulsun. Bu sorğu-sualsız getdi. Necə bəzi adamlar sorğu-sualsız cənnət? Bunun tərəzi kimlərə qoyulacaq? Günahı olan möminlərə.
günahı olmayan möminlərə tərəzi qoyulmayacaq və savabı olmayan kafir zalimlara da həmçinin tərəzi qoyulmayacaq. Tərəzi bizim üçündür, xoş halımıza. Buyurur, əgər istəyirsən, sənin tərəzin ağır gəlsin, buyurur, la ilahə illallah zikrini çox de. O tərəzinin gözünü orada ağırlaşdıracaq. La ilahə illallah. Yoxdur Allahdan başqa Allah. Hətta bəzən deyir ki, insan boş vaxtlarında elə olur ha, məsələn, bəzi insanlar boş vaxt, neyniyim, nə qayırım, nə iş görüm, adam nə iş görsün. Oturur belə deyir, Peyğəmbər buyurur ki, deyim də sizə nə iş görüm. Boş vaxtlarınızda oturun, etiqadlarınızı sayın. Nəyə inanırsınızsa onu sayın. Boş vaxtında otur dinən ki, bax mən Allaha inanıram, Allah təkdir, Peyğəmbər mənim peyğəmbərimdir, Quran mənim kitabımdır. Bu sualları sənə verəcəklər də onsuz da qəbirdə. Bəri başdan özün bu sualları ver, cavabını da ver. Niyə? Çünki bu sual-cavab, özündə yaratdığın bu sual-cavab səbəb olacaq ki, sən o etiqadları qəlbivə yazasan. Dilində var, amma qəlbivə də yazasan. İndi məsələn, bəzi insanlar var, nə var ki, qəbirdə nəkir-i münkir gəldi, mənə deyəcəklər, Rəbbin kimdir, deyəcəm Allah, Peyğəmbərin kimdir, filan kəs, imamın kimdir, filan, nə var cavab deməyə ki? Gecə elə bil ki, durğuzdular mənə yuxudan ki, deyinən kitabın nədir, deyəcəm Quran. Heç belə namazı da yox, ibadəti, bəzi adamlar belə, nə var ki, cavab verməyə? Amma elə deyir. Qiyamətin günündə o kəslər cavab verə biləcək nəkir-i münkirə ki, o dediyi sözləri qəlblərinə yazırlar. Onlar cavab verə biləcək. Yoxsa dilindədirsə, o dilində orada tutulacaq. Əl-yevm nəxtimu alə əffahihim. Dillərinə nə edəcəyik? Möhür vuracağıq. Onların dilləri danışmayacaq, artıq bizlə danışan onların qəlbləri olacaq. Çünki dil yalan da deyə bilər. Çünki dil sadəcə dildir. Deyəcək ki, hə, inanıram, Rəbbim Allahdır. Amma qəlb deyəcək ki, yox. Bu dil bunu dedi, Rəbbim Allahdır. Amma qəlb dedi, mənim Rəbbim Allahım başqa şeydir. Mənim Allahım, mənim Tanrım məqamdır, şöhrətdir, puldur, paradır. Mənim qəlb bunu deyib. Amma dil deyib mənim. Ona görə deyir, la ilahə illallah zikrin çoxdur, özündə sual-cavab yarat, o həm səbəb olacaq ki, sənin o inanclar qəlbivə yazılsın, axirətdə də tərəzinin gözü ağır gəlsin. O dəfə oturmuşduq, deyirdik, la ilahə illallah zikrin, alimlər buyururlar ki, sözü demək baxımından ən müqəddəs zikirdir. Çox zikirlər var da, Subhanallah da zikirdir, bir dənə bura diqqətlə qulaq asın, Subhanallah da zikirdir, Allahu Əkbər də zikirdir, Elhamdülillah da zikirdir, La ilahə illallah da zikirdir. İndi sual verirəm sizə ki, bunların arasında ən müqəddəsi hansıdır? La ilahə illallah. Buyururlar alimlər ki, o la ilahə illallahın müqəddəsliyi həm də deməyinə görədir. O sözü ki, sən deyirsən, ha, o deməyinə görə müqəddəs sayılır. Necə müqəddəs sayılır? Buyurur ki, la ilahə illallah kəlməsində dodaq hərfləri yoxdur. Ona deyirlər şəfəvi hərflərdə, Quran dilində, ərəb dilində var şəfəvi hərflər, dodaq hərfləri, düzdür? Məsələn, b dodaq hərfidir. La ilahə illallahda b var, m dodaq hərfidir. Amma la ilahə illallahda yoxdur. Deyir, la ilahə illallah zikri ona görə müqəddəsdir ki, bu zikirdə dodaq hərfi yoxdur. Bir dənə balaca dodaqları aralı saxla, la ilahə illallahı deyə bilərsən, yoxsa yox. Mümkündür də. Dodaqlar bir-birinə dəyməyəcək. Buyurur, o dodaqların bir-birinə dəyməməsi zikrin müqəddəsliyini göstərir. Niyə? Çünki o görünməyən zikirdir. Görünən zikirdə insan riya eləyə bilər, özün göstərə bilər. Təsbihi alıb əlinə Allahu Əkbər, Allahu Əkbər. Ürəyində deyir, amma dodaq tərpənir. Qıraqdan baxanda deyir, bu gör necə mömin insandır ki, zikir deyir. Amma la ilahə illallahı desə, o görünməyən, hiss olunmayan zikirdir. O ancaq Allahla bəndənin öz arasındadır. Ona görə o zikirdə heç vaxt nə yoxdur? Riya yoxdur, özün göstərmək yoxdur. Ona görə alimlər buyururlar ki, bu deyiliş baxımından ən müqəddəs zikirdir. La ilahə illallah zikri həm müqəddəsdir, həm də qiyamətin günündə bir tərəziyə ağır gələn amillərdən, səbəblərdən biri olacaq. Həzrət Peyğəmbərdən bir hədisdə oxuyub zəhmətimi tamam eləyirəm. Buyurur ki, la yaqbalullahul a'malə illa biha. Allah əməlləri ancaq la ilahə illallaha görə qəbul eləyəcək. Və hiyə kəlimətut təqva. O təqva kəlməsidir. La ilahə illallah. Niyə? Çünki sən inkar eləyirsən. Allahdan başqasını təsdiqləyirsən kimi Allahı. Həzrət İmam Sadiq ağa buyurur ki, hər kəs bunu səmimi qəlbən desə, cənnət ona vacib olar. La ilahə illallahı hər kəs səmimi qəlbən desə, cənnət ona vacibdir. La ilahə illallahı deyən
adamlar çoxdur. Amma ürəklə deyən insanlar. Sual verilə bilər, ağaya da verildi. Dedi, ağa, mən nə bilim ki, mənim dediyim la ilahə illallah ürəkdəndir, səmimi qəlbəndir, yoxsa yox. Ağa buyurdu, bax gör, o zikir səni günahdan, haramdan çəkindirir, yoxsa yox. Əgər o zikri deyəndən sonra haram qarşıva çıxanda saxladın özünü, o zikir səni saxlaya bildi, bil ki, o zikri sən ürəkdən demirsən. Yox, əgər saxlaya bilmədi, burada la ilahə illallah elə orada heç la ilahə illallahı deyə məsələn insan günah eləyə, buyurur bu la ilahə illallahı sən qəlbə yazmamısan, ancaq dildədir. Sən deyirsən ki, Allah səndən başqa Allah yoxdur. Varsa, yoxsa sənsən. Səndən başqa gözəl yoxdur, yeganə gözəl sənsən. Biz la ilahə illallahda bunu demək istəyirik də. Buyurur bu adamı gərək günahdan çəkindirə. Bu adamı gərək qoymaya ki, insan üzün Allahdan döndərsin. Burada üzün tutur Allaha, deyir ilahi, Allah sənsən, gözəl sənsən. Amma üzün o yana çevirən kimi başqa şeyləri özünə. Quran-ı Kərimdə ayə var, ya Peyğəmbər, özlərinə, nəfslərini tanrı edən, Allah edən insanları gördün. Bəzi insanlar var, nəfslərin özlərinə Allah eləyiblər. Allah'a ibadət eləmək əvəzinə, Allahın sözünə qulaq asmaq əvəzinə nəfsin sözünə qulaq asırlar. Bir anda deyirəm Allah səndən başqa Allah yoxdur, nə demək istəyirəm? Yəni ancaq sənin sözünə qulaq asacağam. Keçirəm o tərəfə başqasının sözünə qulaq asıram. Buyurur bu halda o la ilahə illallah insana təsir qoymaz. Şeyx Bəhai Allah rəhmət eləsin, böyük İslam alimlərindən olub. Bir kitab yazıb Kəşkül adında, şeirlə yazıb bu təmsili. Deyir bir nəfər, çox üzr istəyirəm, gözəl bir qızı görür. Onun cəmalı, gözəlliyi bunu elə məftun eləyir ki, bu başlayır qızı tərifləməyə. Qız da baxır görür buna ki, bu insan məni çox təriflədi. Deyir buna ki, istəyir bilsin ki, bunun görəsən mənə olan məhəbbəti, ki deyir mən səni sevirəm, mənim sənə eşqim var, görəsən doğrudur yoxsa yox. Hiss eləyir ki, bu nəsə yalandan deyir, bu elə deyir elə sən gözəlsən, varsa yoxsa bir dənə sənsən, mənim sənə eşqim var. Yox, istəyir bunu yoxlasın, qayıdır deyir ki, sən məndə nə gözəllik görmüsən ki, əsl gözəllikdir, sənin arxında dayanan qızdadır. Bax ona, mən heç onun əlinə su tökməyə yaramaram. Bu, həmin o təriflədiyi gözəldən üzün çevirir arxıya. Üzün arxıya çevirəndə qız vurur bunun sinəsindən ki, ged o tərəfə, səndən mənə aşiq olmaz. Aşiq sənsə məşuqdan niyə üzvü çevirdin? Aşiq heç vaxtı məşuqundan üz çevirməz. Çevirdisə deməli eşqi yalandır. Onun elə gözü orada buradadır. Allah buyurur ki, sən ki mənə deyirsən, məndən başqa Allah yoxdur ya. Sən məndən başqasını inkar elədin. Amma gedirsən o yanda əməlində təsdiqləyirsən axı məndən başqasını. O da ağa buyurur ki, hər kəs bunu sidqən, qəlbən, səmimi niyyətlə desə cənnət ona vacib olar. Yəni bu şərtlə ki, üzün ondan çevirməyə və Həzrət Peyğəmbər buyurur, yusaqqilullah bihəl məvazinə yevməl qiyamə. Allah bu zikirlə insanın qiyamət günü tərəzisini daha da ağırlaşdırar.